Uşaqlar, belə eləyək ki, iyonda elektron, proton sayının hesablanmasını izah edeyim mən sizə. Bu şəkildə iyonda biri var, biri var. Mən deyirəm ki, alüminium 3 müsbət, burada vermişəm 13, burada vermişəm 27. Bu görürsünüz, burada bir dənə element atomudur, alüminium. Burada başqa element iştirak eləmir. Vəssalam, burada tapanda 13-dən 3 çıxıram, 10 elektron, 10, proton sol aşağıda 13, neytron 27-dən 13 çıxıram, 14 yazıram bura. Bu tək atom içində, burada bir dənə alüminiumdan söhbət gedir. Amma burada diqqətlə baxsaq, 2 dənə element atomu görürəm, fosfor və oksigen. Və kənarda mənə fosfor və oksigen haqqında belə bir məlumat da verir. Yuxarıda 31-15 və oksigen haqqında da bunu verir 8-16. Və bizə deyir ki, bu iyonda proton, elektron, neytron sayını tap. Bu yükü, yuxarıdakı bu yükü, işarəliyəm, görməzdən gəlin. Bu yük sənə lazım olacaq elektron sayının tapılmasında, bir də deyirəm. Bu şəkildə sizi çaşdırmasın. Çox uşaq götürür, elə bilir ki, bu yükdür, çıx 3-dür, üstünə gəlir 8-in üstünə 3, xeyr. Bu yükü görməzdən gəlirik. Bunu axırda biz elektron sayını tapanda çıx 3 olduğuna görə üstünə 3 gəlirik. Bunu görməzdən gəlirəm mən. Hələ ki. Birinci proton sayını tapıram. Proton bərabərdir. Fosforda 15 proton var. Yazıram 15. Üstünə gəlirəm. Oksigende 8 proton var. Amma sayı 4 dənədir deyə oksigenin. Burada diqqətlə baxın. Bir oksigen üçün sənə verib. Amma burada oksigenin indeksində neçə görürsən? 4. Bir oksigen üçün 8 protondursa, 4 oksigen üçün 8 vur 4, 32. 32 ilə 15 eləyir 47 proton. Proton sayını tapdım. Yükdə istifadə eləmirik. Yük ancaq elektronun tapılmasında istifadə olunacaq. Keçirəm neytron sayını. Neytron sayında fosforda 31-dən 15 çıxanda 16 neytron var. Yazıram 16. Üstə gəl. Oksigende 16-dan 8 çıxıram, yazıram 8 neytron. Amma məndə 4 oksigendir deyə 8-i vururam 4-ə, 32. 32 ilə də 16 eləyir 48 neytron. Neytronumu da tapdım. Keçirəm elektrona. Yenə elektronu, bir dəqiqə buranı. Elektronda nə eləyirik? Yenə proton sayından istifadə eləyirik. Çünki proton elektrona bərabərdir atomda. 15 fosfordadır. Üstünə gəlirəm, 8 oksigendədir, 4 olduğu üçün 8 dəfə 4, 32 və mən dedim, indi artıq bu yükümü istifadə eləyirəm. Çıx 3-dür deyə, üstə gəl 3. Ancaq və ancaq yükdən elektronun tapılmasında istifadə olunur. O da eləyəcək 50 elektron. Bu yükü kənarda saxlayın, görməyin. Axırda elektronun sayını hesablayanda elektronun sayını da protona görə hesablayın və üzərinə 3 gəlin. Protonla neytron da lazım deyil.